düzgün qidadan başlayır. Gilə meyvənin əhval-ruhiyyə və hərəkətə təsiri. Gilə meyvələrin qəbulu beyində faydalı siqnallaşmanı gücləndirə bilər. Bitki qidaları antioksidant və iltihab əleyhinə maddələrin əsas mənbəyidir. Amma bəziləri digərlərindən daha təsirli ola bilər. Daha əvvəl izah etdiyim kimi, gündə bir stəkan gilə meyvə yaşlı insanlarda idrak funksiyalarını yaxşılaşdıra bilər. Bu, randomizə olunmuş, 2 qat kör, plasebo nəzarətli tədqiqatla göstərilib. Eyni təsir uşaqlarda da görülüb. Cəmi bir dəfəlik gilə meyvə yeməkdən sonra. Hətta 2 stəkan, 1 stəkandan daha güclü təsir göstərə bilər. Bu, tək porsiya gilə meyvə əhval-ruhiyyəni də yaxşılaşdıra bilər. 2 qat kör, plasebo nəzarətli bir araşdırmada uşaqlara müxtəlif suallar verilib. Özlərini nə qədər maraqlı, enerjili, güclü və diqqətli hiss etdikləri ölçülüb. Plasebodan sonra dəyişiklik olmayıb, amma təxminən 2 stəkan gilə meyvədən 2 saat sonra müsbət əhval göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Daha enerjili, diqqətli, həvəsli hiss ediblər. Bu nəticələr 18-21 yaşlı gənclərdə də, 7-10 yaşlı uşaqlarda da eyni olub. Yeni bir dərman, Ritalin? Xeyr, sadəcə gilə meyvə və cəmi bir dəfəlik qəbuldan sonra. Amma gilə meyvə hər şeyi edə bilmir. Bir stəkan idraki yaxşılaşdırsa da, yerimə və balansda dəyişiklik görülməyib. Bəs gündə 2 stəkan olsa necə? Gəlin baxaq. 6 həftə ərzində gündə 2 stəkan dondurulmuş gilə meyvə 60 yaşdan yuxarı insanlarda hərəkət qabiliyyətinə təsir edərmi? Bu dəfə gilə meyvə ilə kök şirəsi müqayisə olunub. Nəticə, gilə meyvə daha yaxşı nəticə göstərib. Dar bir xətt üzrə yerimə, balansın qorunması kimi testlərdə əhəmiyyətli irəliləyişlər müşahidə olunub. Bu da göstərir ki, gilə meyvə yaşla bağlı hərəkət zəifləməsinə qarşı təbii bir yanaşma ola bilər. Araşdırma müəllifləri hətta qeyd ediblər ki, kök şirəsi də müəyyən fayda verə bilərdi. Bu isə gilə meyvənin təsirini daha da diqqət çəkən edir. Ümumilikdə bu tədqiqat göstərir ki, fitonutriyentlə zəngin qidalar, məsələn gilə meyvə, yaşla bağlı zehni və fiziki zəifləməyə qarşı qeyri-dərman yanaşması ola bilər.